Mən ümumiyyətlə süni intellektin o adını sevmirəm. Effektivdirmi süni intellektin bizim üçün verdiyi bütün cavablar və onun bütün ünsiyyət formaları bizim üçün? Mən ümumiyyətlə süni intellektin o adını sevmirəm. Nə adı Süni qoyaq? intellekt, süni zəka, biz hal-hazırda maşın öyrənməsi üzərində qurulmuş chatbotlar haqqında danışırıq. Məncə adlar vacibdir. Nəyi necə adlandırdığımız vacibdir. Və biz süni intellekt deyəndə bu avtomatik olaraq insanlarda onun şuurlu olması ya da şuurlu olmasına bənzəməsi kimi anlamlar gəlir ortalığa. Halbuki onlar həqiqət deyil. Süni intellekt, yəni biz necə hansısa tətbiqlə işləyiriksə və illərlə internetdə, yəni internet uzun vaxtdır mövcuddur və biz 90-cı illərdə də hansı proqramlarla danışırdıq. Məsəl üçün birinci chatbot proqramı, Eliza proqramı 50-ci deyəsən illərdə çıxmışdı. Yəni bu çox basit bir chatbot idi və onun bir dənə funksiyası var idi. Siz ona dediklərinizi rezümə eləyib sizə qaytarırdı və insanlar o qədər inanırdılar ki, o chatbotun o biri tərəfində başqa bir insan var. Çünki bizim özümüzü eşitmək, öz fikirlərimizi başqasının tərəfindən görünməsi kimi ehtiyaclarımız var. Yəni insani ehtiyaclardır. Lakin süni intellekt dediyimiz bu maşın öyrənmə sistemləri, onlar bunu simulyasiya eləyirlər, imitasiya eləyirlər. Və biz onlarla danışanda biz insan ünsiyyətinin imitasiyasını almış oluruq. Robot nə edə bilər? Robot sadəcə belə halları imitasiya eləyə bilər. Amma biz insan olaraq, bəşəriyyət olaraq tam bilmirik beynin təkamülü tamamilə olaraq necə baş verib. Biz sadəcə bizim tezislərimiz, teoriyalarımız var, hansılara biz inanırıq. Ona görə sizin sualınıza cavab olaraq deyə bilərəm ki, süni intellekt yəni insan-robot ünsiyyəti lazımdır. Çünki robotun gördükləri işlər bizə lazımdır. Amma insan-insan münasibəti bizim üçün sadəcə lazım deyil. Bu bizim standartımızdır, bu bizim həyatımızdır. Biz başqa insanlarsız yaşaya bilmərik. Biz robotlarsız yaşaya bilərik. Amma başqa insanlarsız həyat mümkün deyil.